Nura Suri Nazirliyə çağırılıb Mədəniyyət Nazirliyinə. Bilirik ki, neçə vaxtdır belə hayqırır, deyir. Mədəniyyət Nazirliyindən təkcə o yox, digərləri də bir çoxları, ümumiyyətlə bir çoxları var ki, deyir ki, Mədəniyyət Nazirliyi bizi eşitmək istəmir orada. Bu da əsas. Ümumiyyətlə, əgər bir problem varsa, gec-tez onun bir nəticəsi olmalıdır. Nəticənin müsbət və ya mənfi olması ikinci məsələdir. Əsas odur ki, reaksiya var. Bakı Post.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlaması ilə gündəmə gələn müğənni Nura Suri sosial şəbəkədə yazıb, o Nazirliyə çağrıldığını bildirib. Mədəniyyət Nazirliyinə yazdığım ərzəmi nə məktubla, nə də e-mail ilə cavablandırdılar. Məni 10 dekabrda Nazirliyə dəvət edən müəyyən məsələləri müzakirə etdilər və dəvət ediblər müəyyən məsələləri. İndi bilmirik nədir, yəqin açıqlama verəcək. Problemlərin tam həlli olub-olmadığını, olunub-olmadığını hələ əmin deyiləm, amma bu da bir nəticədir. Bu aktivliyin özü həm mənim, həm də sənət dostlarımın qaldırdığı məsələlərin və səsimizin nəticəsidir. Bu da bir nəticədir. Alma xanımı da yəqin Alma xanım Əhmədovu da çağırmalıdırlar. Nura Surini çağırıblarsa, digərləri də var da. Digərləri çoxdular, narazıdırlar. Yəqin onları da dəvət edərlər. Əsas budur ki, Nura reaksiya veriblər. Bu da bir yaxşı haldır.